Salam hörmətli tamaşaçılar. Hər birinizi xoş gördük. OTV-də Onun Çağı efirdədir. Onun Çağının bu dəfəki qonağı dünya şöhrətli yazıçımız, mütəfəkkirimiz, həmişə cəsarətli çıxışları ilə Azərbaycan oxucusunun və tamaşaçısının rəğbətini qazanan Əlsam Əliyev Nicatdır. Əlsam Əliyev, xoş gördük sizi. Çox sağ olun, var olun. Əlsam Əliyev, bugün Azərbaycan yazıçısı, şairi niyə acınacaqlı vəziyyətdə, hətta deyərdim ki, dilənçi vəziyyətində yaşayır? Səbəb nədir? Dövlətin himayədarlığı yoxdur. Dövlət də haqqı var buna. Yəni himayədarlıq etməməyə dövlətin haqqı var. Dünyanın heç bir ölkəsində yazıçıları dövlət dolandırmır. Yazıçılar özlərini dolandırırlar. Əsəri çıxır, çoxlu oxucuları olur və ya hansısa mükafatı alır və bununla da dolanırlar, yaşayırlar. Bizdə indi kim məsələn dövləti, hakimiyyəti kim məth eləyirsə, kim tərifləyirsə, o müəyyən qədər təmin olunur. Kim eləmirsə, yəni tərifləmirsə, o da mən kimi borc içində yaşayır. Amma yaşayır da, amma anlaşılmaz qüvvə var da, anlaşılmaz həyatda, anlaşılmaz qanunlar var, anlaşılmaz gedişlər var. Baş çıxartmaq olmur, bu necə olur? Mən 10 dəfə yıxılmışam, pis. Pis, bir dəfə ev tikiləndə daşların, nə bilim, Kırımda istirahət edirdik, dənizin qırağında, semendüz yıxılmışam, dəhşət. 10 dəfə belə yıxılmışam, mənə heç nə olmayıb. Hamı məhtəl qalıb. Bu necə olur? Necə olur, mən deyir, sən bir an çəkdi, evin ikinci mərtəbədən düşdüm, daşlar da, kubik daşları, o aralarında biraz yer vardı, biraz yer. Sən deyir, necə oldu, başın heç yana dəymədi. Deyir, heç bilmədim, nə oldu, ayağım sürüşdü, getdim bir an. Yəni ki, anlaşılmaz şey var. İndi mən belə bir sizə, balada bir pritsə danışım. Bu son yazımdır, son əsərimdir. Deməli, Cəbrayıl, tanıyırsınız da, Allahın xəbər eləni, məlumat eləni. Əlində bir siyahı gəlir Allahın yanına. Cəbrayıl deyir ki, Allaha, ya Xaliq, biz bütün milyon il ərzində, son milyon ildə, yəni fironlardan tutmuş, mağaralardan tutmuş, ən amansız, ən qəddar, ən rəhimsiz, ən ədalətsiz despotların, şahların, kralların, fironların, prezidentlərin, şahların, prezidentlərin siyasını tutmuşuq. Bunlar cəhənnəmdədirlər hamısı. Amma bunların bəziləri biz siyahı tutmuşuq ikinci cəhənnəmdə. Necə bizdə ikinci qəbristanlıq var, Fəxri Xiyaban. Onlarda da ikinci cəhənnəm var. Yəni daha amansız bir cəhənnəmin filialıdır. Ora siyahı tutmuşuq, bunları ora keçirək. Çünki bunlar bu nisbətən ədalətli, nisbətən zad olan despotlar olur. Bunların içində bu ədalətsizlikdir. Bunu ədaləti yaratmaq üçün bunların siyahısını tutmuşuq, ora göndərəcəyik. Allah dedi, hə, ver siyahını. Cəbrayıl verdi, Allah zaddır, hə, yazılıb, gözə görünməzdir, hə, Allah onu oxuyurlar. Belə heç, əslində elə belə ruhla yazılmış bir şeydir. Allah oxudu siyahını, qaytarı deyir, ala. Oxudum. Eləyin. Cəbrayıl aldı siyahını, Cəbrayıl bir də baxdı, gördü ki, bir nəfərin adı pozulub. Bu təəccüb elədi, sonuncu bir ölkənin sonuncu prezidentinin adıdır. Bunun adı pozulub. Dedi, ya Xaliq, bu ən dadıdır orada. Ən qəddarı, ən amansızı, ən rəhmsizi, ən riyakarı. Budur, siz bunun adını pozulmuşsunuz ki, yəni qoy qalsın nisbətən o yaxşı cəhənnəmdə. Deyir, axı sən bilmirsən, hər şeyi bilmirsən. Deyir, hə, doğrudur da, siz hər şeyi bilirsiniz. Deyir, o ölkəsində, o zad olan yerdə, despot olduğu yerdə bir nəfər Ali Cənaba yazıçıya
hətta onu tənqid etsə belə, dönə-dönə tənqid etsə belə bir böyük zəkalıya, bir böyük necə ki o Ərastını adlandırıb deyir ki, son 100 ildə belə bərabər miqyasda, əl-sənicat miqyasında adam dünyaya gəlməyəcək. Ərastını deyir bunu. Deyir, bu belə bir adamı bu qorudu, toxunmadı. Heç nə eləmədi ona. O adam da ömrünün axırına kimi yaşadı. Deyir, hə, Xalid, düzdür, böyük Xalid, düzdür, bu eləyib ona. Bu deyirdi, onun ünvanına çox deyirdi, amma ona toxunmurdu. Hə, deyir, axı, bəs, ya Allah, ya Xalid. Axı o, həman o böyük zəka çox ağır vəziyyətdə yaşayıb, ömrü boyu çətinliklə yaşayıb filan. Deyir, o, bu diktatorun günahıdır. O bizim öhdəmizdədir. Öhdəmizdə olub. O bizim laqeydliyimizin nəticəsidir. Onu da biz laqeyd olmağa məcbur olmuşuq. Çünki ona o laqeydlik ona uyğun idi. Belə eləmişik. Belə başa düşdüm ki, bu sizin həyatınızda. İndi əgər uyğunluq varsa, siz də görürsünüzsə, belə bir pritsədə aldı getdi və o bilirsiniz, adı pozulan da yəqin ki, bilirsiniz ki, kimdir. Əlsən mənim qısa cavab almaq istəyirəm. Ümumiyyətlə, Allaha inanırsınızmı? İkili vəziyyətdə qalmışam da, çətin vəziyyətdə. Bir tərəfdə, bax, bir dənə burada barmağım bəş vurmuşam, bu çıxıb burada öldürür məni. Bura qopub buradan. Baxın, baxın, necə mürəkkəb. Bunu tapmaq, bu öz-özündən yarana bilməz. Əl, 5 yerdə qatdalanır, gəlir, əbədi. Heç nə olmur, 100 il, 150 il qalır. Bunu tapmaq üçün bu öz-özünə yarana bilməz. Hələ mən demirəm orqanizmi, beyinlə bağlılığı, bütün işləri milyon dənə insan orqanizmlə bir-birindən bağlı məsələlər var. Biri olmasa o canlı ölür. Bunları necə bir-birini tamamlayır, necə eləyir? Bu insan ağlının, bu heç bir ağlının, heç bir təfəkkürün məhlulu deyil Allahdan başqa. Buna baxıram, görürəm, var da, nəsə bir proyekti verən, bunun cizgisini çəkən bir şey bu. Axı bu mümkün deyil bunsuz. Bu deməli var. Amma bu qədər də ədalətsizdir olar. Allah da bu qədər ədalətsiz olar. Allah da 40 milyon, Cənubi Azərbaycanda 40 milyon insanı, 40 milyonunu qoyun sürüsünə döndərər. Allah deyər, hələ bu yazırlar, bu qoyun kimi yaşayırlar. Əlsən müəllim, əslində bu xalqın çox ciddi formada təhqir olunması deməkdir. Amma onu deyim ki, Cənubi Azərbaycanlılar sizi bəlkə də daşqalaq eləyəcəklər. 100 il deyə qoyun deyə elə bil ki, xalq yox deyir da. 40 milyon qoyundur. Bizdə gən də müəyyən qədər icazə vermirlər. Miting qəzada icazə vermirlər, cəmaat çıxmır, eləmir. İcazə verilsə çıxacaq, doğrudur. Çıxırsa 100 min. Vermirlər, doğrudan da icazə versələr 100 min, 200 min çıxacaqlar. Orada icazə də verilir, ya verilmir, dəxli yoxdur, çıxırlar. Mitingdə olur 100 min, 200 min, 1 milyon çıxırıyor da qoyun kimi çıxırlar. 40 milyon adam əliyir və gedib otururlar, heç nə. Xamneyi də orada oturub, Ayətullah, məlindir, məlin, nə olsun? Nə olsun çıxdılar, neçə dəfə, neçə gün. Mələdilər, çıxdılar. Allah da bunu görür axı. Bəs buna Allah necə çıxır? Onda belə çıxır ki, Allah ədaləti, riyakarlığı, haqsızlığı, zülmü xoşlayır. Əlsən müəllim, əslində sizin o təhqir elədiyiniz Azərbaycanlılar, Səttarxanlar, Bağırxanlar, Xiyabanilər, Babəşlər də yetirib. Bəs bunlara nə deməli? Nə yetirir? Nə oldu? Nəticəsi nə oldu? Səttarxanı elə qoydular küçədə, göndərdilər Səttarxanı öldürdülər itdənə. Seyid Məhəmməd Xiyabani yaratdı, bir il qurdu. Cənubi Azərbaycan Demokratik Respublikası yaratdı.
De 10 dənə Tehrandan gəldi, hamı qoyunların gözü qabağında dı 50 dənə güllə ilə xiyabanını dəli deşik elədilər. Nə oldu? Kim müdafiə elədi? Əliyalan idi da cəmaət. Nə? Cəmaatın 50 yerdə, bütün evlərdə tüfəng var, silah var, hamı yalandır. 50 yerdən taparlar, xalq tapır. Fransızlar döşlərindən yazırdı 100 illərlə. Ey kral, öldür məni. Yaşasın ölüm, yaşasın ölüm. Yazıb sinəsinə. Minlərlə adamlar çıxır nümayişə, yazıb bu da. La Feza Fransızca necədir? Yaşasın ölüm. Yazıb çıxır. Ölməyə çıxır, çıxsın da, çıxsın bir ölümə, geçsin biri də bir də mollanı öldürsünlər də. Gündə nə qədər öldürürlər Cənubi Azərbaycanda, nə qədər uşaqları tuturlar. Öldürsünlər də bir dənə gedib, bir dənə Ayatollanı öldürsünlər də. Buradan Zəhtabi getdi, əsər yazdı orada. Alimdir, yaxşı alim idi. Getdi, əsər yazdı Azərbaycan türkləri. O dəqiqə Xamneyi adam göndərdi, öldürdülər. Bir dənə çıxıb deyir, bunu niyə öldürürsən? Niyə öldürdülər 50 yaşında adamı? Ha yox, bilinmədi, niyə öldü? Nə bilinmədi axı? Bizə olan kimi deyir, Rafiq Tağı bilinmədi, kim öldürdü? Ziya Bünyadov bilinmədi. Nə bilinmədi axı? Bilinmir, kim öldürür? Bəs sizcə yekunda, nəticədə Güney Azərbaycan dövləti qurulacaq ya yox? Və ya Güney Azərbaycanlıların özlərində bir təpər tapıb bu dövləti quracaqlarmı? Zorla eləməsələr, cənubda zorla gəlib burada qurulmasa, heç o qurulmayacaq. Heç o qurulmayacaq. Hə. Əlsa müəllim, bizə dəyərli vaxtınızı ayırdığınız üçün sizə sonsuz təşəkkürümüzü bildiririk. Sağ olun, növbəti dəfə 90 illik yubileyinizdən sonra inşallah görüşərik.